Salam dəyərli şagirdlər. OTK 2024 9-cu siniflər üçün sınaq 7 izahı. 5-ci sual. Diqqət atletlər, bizim əyləncə qatışı cəmiyyətimizə qoşulun. Ya mövsümlük bir qatışçı, ya da yeni başlayan olacaqsınız. Bu tədbir hər kəs üçündür. Xoş bir yolundan, yəni səyahətdən zövq alın və böyük bir məsələni, səbəbi dəstəkləyin. A variantında deyir ki, qaçıcılar dəvət edilirlər tədbirə başlamağa. Xeyr, tədbiri onlar başlatmayacaqlar ki, onlar sadəcə ora qoşulmağa dəvət edilir. B-də deyir ki, Fun-Run cəmiyyəti, yəni əyləncəli qaçış cəmiyyəti atletləri dəvət edir tədbirə qoşulmağa. Bəli, B. 6-cı sual. Salam Bakı, bizim yeni agentliyimiz buradadır. Gəlin Hüseynov 39 küçəsində, yəni bizi salamlayın. Bilirsinizmi, biz 1 saatlıq şəxsi səyahət məsləhətləşməsini, yəni pulsuz təklif edirik sizə. Bizim bütün ünvanlarımızda. İstəyərdik ki, sizi bazar ertəsindən cümə gününə qədər saat 19 arası görək. Yəni bu vaxtlar işləyirlər. Adı deyir ki, Səyahət Konsultasiyası Agentliyinin yeni qolu açılıb Bakıda, Azərbaycanda. Ola bilər, saxlayaq. B-də deyir ki, pulsuz 1 saatlıq bu məsləhətləşmə yalnız Bakıda olacaq. Onunla yazıb, xeyr. Axı deyir, bütün all of our locations. Yalnız Bakını demir. C-də deyir ki, yeni səyahət konsultasiyası gündəlik 10-dan 9-a qədər gündəlik işləmir. Yalnız 1-ci gündən 5-ci günə qədər. Gündəlik deyəndə 6 bazar da nəzərdə tutulur. D-də deyir ki, bazar ertəsi və cümə günləri qeyri-iş günlərdə, xeyr. Y-də deyir ki, 1 saat pulsuz var həftə sonları. Həftə sonları yox, həftə içi. Deməli, cavab elə aymış. 7-ci sual. Əziz gənc heyət, mən məmnunam ki, elan edim sizin hamınıza Dr. Samir Əliyev departament rəhbəri vəzifəsinə yüksəlib. Əliyev bizim hospitalda 6 ildir ki, işləyir. Gözləntilərdən əlavə öz vəzifəsindən olan performansından, yəni əlavə Əliyev öz komanda ruhunu göstərib başqalarını inkişaf elətdirməyə işində falan, belə tip cümlələr. Biz xoşbəxtik. Belə çətin işin və bu həsrətməni, yəni tədbirin mükafatlandırma mərasimini keçirməkdən zəhmət olmasa bu həyəcanlı xəbərlə onu təbrik etməyə bizə qoşulun. Nə uzun yazıb. A variantında deyir ki, Samir Əliyev daha yüksək vəzifə alacaq işlədiyi hospitalda. Düzdür, cavab elə bu olar. B-də deyir ki, həkim Camalova, Aynur Camalova heyətdən xahiş edir ki, onu təbrik eləsinlər. Aynur Camalova məktubu yazanda onu niyə təbrik eləsinlər? C-də deyir ki, məktuba əsasən Samir Əliyev yeni pozisiya layiq deyil, yox. D-də deyir ki, Camalova onun yaxşı bir işçi kimi görmür, yox. Y-də də deyir ki, əvvəlki iş yerində 6 il işləyib, xeyr, hazırki iş yerində. Mətn. Junk food zərərli yeməklərdir. Zərərli yeməklər bədənə qətiyyən faydası olmayan yeməklərdir. Beneficial fayda vermək. Low aşağı alçaq idi. Nutrition'da qidalanma. Qidalanmada aşağı dəyərlərə malikdir və bədən sistemi üçün zərərlidir. Zərərli qidalarda yüksək dərəcədə yağ, şəkər, duz və pis xolesterollar olur. Hansı ki, bizim sağlamlığımız üçün toksinlər var onlarda, yəni zəhərli maddələr var. Zərərli qidalar çox məşhurluq özünə qazanıb, xoş dadlarına görə. Onların bişirilməsi çox asandır. Onlar hazır satılırlar, həm də mağazalarda, polybags, yəni yarım fabrikat çantalarda bir çox insanlar bu cür
hazır qidalardan asılı olurlar. Çünki onların sıx cədvəlləri var və yaxud da bilmirlər ki, evdə necə yemək bişirsinlər. Zərərli qidalar atışdırmalıqlarda, yəni günü-gündən artır. Hansı ki, gələcəyimiz üçün yaxşı deyil. Bütün yaş qruplarında olan insanlar zərərli yemək yeməyi xoşlayır və onlar ailələri ilə vaxt keçirəndə, ad günü partilərində, il dönümlərində və s. bunu yeməyi seçirlər. Onlar asanlıqla yumşaq içkilər, soft drinks əsasən alkoqolsuz içkilərə deyilir. Yəni bu alkoqolsuz içkilər, çipslər, noodlelar, burgerlər və s. pizza, french fries, kartof qızartmasıdır, free, kartof free. Çin mətbəxi və başqa növ sürətli bişirilən yeməklər yeyirlər marketlərdə olan. Amma insanlar bunu azalda bilər və həftədə yalnız bir dəfə yeyə bilər. Bu yolla onlar sağlam olar. Suallara baxaq. 8-ci sualda deyir ki, mətn əsasən nə haqqındadır? A-da evdə hazırlanmış yeməklər yox. B-də deyir ki, ailələrin ad günü şənlikləri nə əlaqə? C-də deyir ki, zərərli yeməklərin faydaları. Adı üstünə zərərli yemək necə faydalı olacaq? D variantında deyir ki, müxtəlif ölkələrin mətbəxi. Deyil. Y variantında deyir ki, bütün dünyada məşhur olan yemək. Bəli, junk foodlar yəni. 9-cu sual. Doğru cavabları tapırıq. Bir də deyir ki, zərərli yeməklər bütün dünyaya demək olar ki, yayılıb. Düzdür. Bir olmayanları çıxardaq, qaldı A, B. 2-də deyir ki, zərərli qidalar müxtəlif maddələrlə zəngindir. Bizə maddələrin faydalı və ya deyir, faydalı maddələrlə. Xeyr, səhvdir artıq. 2 səhvdirsə cavab B. Görək o birilər niyə səhvdir? 3-də deyir ki, insanlar yaxşı dadı olduğu üçün junk food yeyirlər. Düzdür də, dadı yaxşıdır. 4-də isə deyir ki, junk foodun, yəni zərərli qidaların istifadəsi bu gün azalıb, azalmayıb, artıb əksinə. Ona görə 4 olmaz. 1-3. 10-cu sual. Nəyə görə bəzi insanlar hazır saxlanılmış yeməklərə üstünlük verir? Bir də deyir, çünki evdə yeməklər hazırlamaq asan deyil. Ola bilər. Bir hələlik qalsın. 2-də deyir ki, çünki onların bəziləri duzlu yeməklər xoşlayır. Duzlu yemək xoşladığına görə olsa elə duzlu yemək bişirər də niyə alır? 2 doğru cavabı oxşamır. 3. Çünki onlar düşünür ki, zərərli qidalar olasın faydalıdır. Xeyr. Bu bir mənalı şəkildə səhv cavabdır. 3-lər ola bilməz. 4-də deyir ki, çünki onların evlərində hazır yeməkləri yoxdur. Bəli, 4 ola bilər. 5-də isə deyir ki, çünki onlar evdə hazırlanmış yeməkləri xoşlamır. Xeyr, xoşlayır. Sadəcə vaxtlar olmur. Biri birdir, evdə yemək hazırlamaq asan deyil. Biri də 4-dür, evlərində hazır yeməkləri yoxdur. Yəni, iş həyatı falan buna görə tələsirlər. Cavab. 11-ci sual. Zərərli qidalar. A-da deyir ki, yalnız uşaqlar tərəfindən yeyilir partilərdə. Xeyr. B-də deyir ki, hər gün əgər yeyilsə faydalıdır. Xeyr. C-də deyir ki, dadına görə çox məşhurluq toplayıb. Bəli. D-də deyir ki, yalnız ad günlərində yeyilir. Yox. Y-də deyir ki, aşağı səviyyədə yağ, şəkər falan var. Yox. 12-ci sual hansı səhvdir? 1. Junk foodu hazırlamaq uzun zaman tələb edir. Xeyr. Elə biri budur, uzun zaman tələb eləmir. Hazır paketlərdə satılır da, açıb bişirirsən. 2-də deyir ki, junk food bədən sisteminə faydalıdır. Xeyr, bir də elə budur. 3-ə baxaq, həm uşaqlar, həm böyüklər yeyirlər onu. Düzdür. 4-də deyir ki, junk foodun istifadəsi gələcək üçün zərərlidir. Bu da düzdür. Bizə səhvlər lazımdır. 1-2. 13-cü sual. Düzgün sual cümləsini tapın. 1. Did olanda visited yox, visit olmalıydı. 1 səhvdir. A çıxdı, Y, C çıxdı. Qaldı bizə B-dir. Artıq görürük ki, 4 düzdür. 2-yə baxaq. Nothing is useful, isn't it? Bu sual cümləsini keçməmişik hələ. Cümlənin vergüldən əvvəlki hissəsi inkardırsa, inkardır da nothingə görə. Vergüldən sonraki hissəsi təsdiq olmalıydı. Amma burada da ikisi də inkardır. Ola bilməz. 2 də çıxdı. Qaldı 3 ilə 4. 3-də how long have you stayed? Have keçir, qabağa keçib. 4-də də did gələndə right olmalıdır. Yəni wrote yox, right olmalıdır. Qayıtmalıdır dala, qayıdıb. D. 14. The students of your form go for a walk. Ayrıcı
suallarda bayaq dedim. Vergüldən əvvəlki tərəf təsdiqdirsə, vergüldən sonraki tərəf inkar olur. Vergüldən əvvəlki inkardısa, vergüldən sonraki təsdiq olur. İndi bura baxırıq go. İndiki zamandadır da. Bunun inkarı nə olar? Don't. C variantı. 15-ci sual. Does your family travel abroad? Deməli, deyir ki, sizin ailəniz xarici səyahət. Hara deməz, hara səyahət edib, deyir də xarici, abroad. Bu sualın cavabı var. Whom deməz, xaricdə kimə səyahət edib deyə bilməz. A-da da deyə bilməz kim səyahət edib, çünki deyir də ailən. Görək hansı sualı qoysaq düz olur. Y-də deməz kimin səyahət edib, whose, kimin, yəni nəyi, kimin kim bacısı, qardaşı, bunu deməlidir, sonra whose olmalıdır orada. C-ni qoymaq olar. Sənin ailən xaricə nə qədər tez-tez gedir, hansı aralıqda gedir? Cavab C. Mənasına görə yəni tapdıq. 16-da A variantı niyə səhvdir? Did keçmiş zaman, met keçmiş zaman. Met qayıdıb, birinci forması meet olmalıydı. M-E-E-T. B-də ar keçməli idi qabağa təkcə. Going niyə keçib? Köməkçi fel keçir, əsas fel yox. C-də does da var, s da var. Olmaz. D-də have keçməli idi mübtədanın əvvəlinə. Y variantı düzdür. Have keçib əvvələ bin qalıb. 17. Dediyim kimi, vergüldən əvvəl baxaq, never var, inkardır. Vergüldən sonra olmalı təsdiq. C inkardır, C-ni çıxardaq. Zamanda baxaq, tells, indiki sadə zaman. İndiki sadə zamanda köməkçi fel nədir? Do, does. Friend də tək isimdir, ona görə does olur. Cavab A. 18. Yenə sual cümləsində görək mənasına görə hansı ola bilər? Flowers güllərdir. How'dan sonra sifət zərf gəlir, isim gəlmir. 5 olanları götürək aradan, qaldı bizə A, D, Y. Whom flowers ola bilməz, kimə güllər. Kimə güllər nə deməkdir ki, belə söz ola bilməz. A getdi. Ola bilər which flowers, hansı güllər, 400% düzdür. What kind flowers yox, what kind of flowers. Bu ifadənin özü belədir, what kind yox, what kind of. 3 də getdi. What flowers ola bilər. Burada what'un mənası nə yox, hansıdır? Hansı güllər, necə güllər? 2, 4, D. 19. Cavabında deyir ki, o mənim müəllimimdir. Deməli, mən onun kim olduğunu soruşmuşam. B variantı, bu qadın kimdir? O mənim müəllimimdir. O birləri mənasına görə düz gəlmir. 20-ci sual, cümlə qurmaqdır. Birinci mübtədanı tapaq. Yox, sual cümləsiymiş, how long-dan bildim. How long sual əvəzli idi. How long, sonra köməkçi feil, have, sonra mübtəda, you, sonra xəbər, noun, sonra tamamlıq, iç hazır. Bunu keçəcəyik. How long have you known, iç hazır. İndi variantı da özünüz tapın sırayla. 21. Never yenə inkardır. Bura inkar olanda biz vergüldən sonra təsdiq qoymalıyıq. B inkardır, D inkardır, C də inkardır. Qaldı A ilə Y. A bunun sualını düzəldə bilməz. Axı, həz yoxdur ki, mən də ora həz qoyum. Y-ni qoyuram. Participates indiki sadə zaman sualı dazdan düzəlir. 22. Vergüldən əvvəlki təsdiqdir. Never falan, nothing belə sözlər yoxdur. Right, təsdiqdir. Deməli, mən bu tərəfə indi inkar qoymalıyım. A təsdiqdir, D təsdiqdir. Getdilər. İndi zamana baxaq. Bunlar üçü də inkardır. Biz zamana baxmalıyıq. Right, indiki sadə zamandır da, boş feil. Won't, will not gələcək. Did not keçmişdə idi. Mən zamanı niyə dəyişim ki? C qoyuram. Don't. 23. Deməli, baxaq görək zamanları təsdiq inkarı düz verib ya yox. Let'dən sonra, let keçmiş zamandır burada. İndiki zaman olsaydı manzara görə S artırlardı. Təsdiqdir, bu tərəfi də inkardır. 1 düzdür. 2-də baxın, let's təsdiq, does təsdiq. Burada doesn't olmalıydı. Bu səhvdir. 2-lər getdilər. A-da C-də 2 var, getdi. D-də də 1 yoxdur. Axı 1 düz idi. Qaldı B ilə Y. Görək, 3-ə baxanda biləcəyik. 3-də deyir ki, does Julia cooks. Həm does, həm S olar, olmaz. 4 qaldı düz. 24. Yəni cavab 1-4 oldu da B. 24. Didn't say write the exercise. Onlar çalışmaları yazmayıb. Deyə bilərik ki, niyə yazmayıb? 2. How much bir şeyin miqdarını bildirir. Onlar çalışmaları nə qədər yazmayıb? Mənasızdır. 3 ola bilməz. D çıxdı, C çıxdı. 2 düz olduğuna görə Y'də 2 yoxdur, çıxdı.
Sonra onlar çalışmaları kimə yazmayıb? 1 olmaz. 1 onsuz qalmayıbmış. A-da, B-də. 2 ilə 4 düzdür. 4-də deyir ki, onlar çalışmaları nə zaman yazmayıb? Ola bilər 2, 4, 5 isə səhvdir. Onlar çalışmaları nə yazmayıb? Nə sözünü də qoya bilmirik. Belə sual əvəzləri olanda gərək cümləni başa düşək. Amma asan cümlələr yazar, başa düşərsiniz. 25. Did Jack prepare his homework? Jack ev tapşırığını yazıb. Boş qoya bilərik. Adicə deyirəm, Jack ev tapşırığını yazıb. Belə deyə bilirəm. Sonra 2-ni qoya bilirəm. Jack ev tapşırığını nə vaxt yazıb? 2 ola bilər. Jack ev tapşırığını necə yazıb? How did Jack? How necə deməkdir? Ola bilər. 4-ü 3-ü qoya bilmərəm. Jack ev tapşırığını kimin yazıb və ya nə yazıb? Ola bilməz. Cavab 2, 5. Bu qədər. Sualı olan verə bilər. Sağ olun.